Və yenə deyirəm, dəfələrlə demişəm ki, mən özüm əl arabasında olduğuma görə istəyən bir yerə götürün, əl dostlarımın hər şeyin orada satar və hüquqi yardım göstərir. Burada YouTube'dan pul yığmaq mümkün necə? Yəni vətəndaşlardan yox ha. Yəni baxış çox olsun ki, YouTube pul ödəniş eləsin. Orta hesabına götürəndə hər bir bəyənmə təxminən bir köpük dəyərində qiymətləndirir. Bəyənin, amma görən bəyənən yoxdur, hörmətli izləyicilər. Deyirəm ki, kitab satıram 20 manata. Dünyanın 40 tanınmış əlləri haqqında motivasiya kitabıdır. Videonu paylaşın ki, hamı bilsin ki, paylaşan yoxdur. Sonra deyirəm ki, paylaşın ki, hamı bilsin ki, 10 manata hüquqi yardım ala bilər YouTube'a abunə olmaqla. Görən onu da paylaşan yoxdur, zəifdir. Hal-hazırda 12 nəfər çatmır ki, mənim belə deyə 6000 abunə olsun, hörmətli izləyicilər. Amma kimsə gəlir TikTokda yemək yeyir, kimsə nəsə edir, ona pul da atır, şiir də atır və mən nə bilim, neyniyəm də iş görürlər. Amma biz burada həqiqətləririk. Görürük ki, həqiqətlərə qiymət verən yoxdur, hörmətli izləyicilər. Niyə belədir görəsən? Siz nə fikirləşirsiniz? Yazın.